Dostlar, xoş gəlmişsiniz proqramımıza. Artıq 9-dan etibarən səhər çağı sizə yeni məlumatları, informasiyanı təqdim eləməkdədir və vəd etmişdik ki, studiyamızda qonağımız olacaq. Digər bölümdə qonaq məni gözləyir, amma mən istəyirəm ki, interaktivdə ünvanlayacağımız sualı artıq səsləndirim. Bəlkə də səbirsizliklə bu məqamı gözləyənlər var. Düşünürəm ki, bugünkü sualımız da kifayət qədər aktualdır. Bəzi insanları narahat edir, bəzi insanların işini asanlaşdırır. Bilmirəm, bunu dırnaq arası deyim, yoxsa belə. Sualımız isə belədir. Süni intellekt həqiqi yaradıcılıqla rəqabət apara bilərmi? Sizin fikirləriniz bizə maraqlıdır, sizin təcrübəniz də bizə maraqlıdır. Buyurun yazın 010-257-15-08 nömrəsinin WhatsApp xətti artıq aktivdir. O ki qaldı bizim studiyamızın sənətkar qonağına əsl yaz aksesuarları gətirib. Əsl yay aksesuarları necə seçilməlidir? Bax, bu barədə çətinlik çəkirsə, düşünürəm ki, qonağımızın həm məsləhətləri, həm də təqdim etdiyi əl işləri sizin bu çətinliyinizi aradan qaldıracaq. Sənətkar Günay xanım Qurbanova bizim qonağımızdır. Sabahınız xeyir olsun Günay xanım, xoş gəlmişsiniz. Xoş gördük. Necəsiz? Yaxşı olasınız inşallah. Siz necə düşünürsünüz? Əsl, daha doğrusu süni intellekt, əsl yaradıcılıqla rəqabət apara bilər? Ola bilər ki, dəstəkləyici kimi süni intellekt yaxşıdır, amma hər zaman yaradıcı bir fikrə, yaradıcı bir insana ehtiyac var. Süni intellekt nə qədər də dövrümüz üçün yararlı bir, faydalı bir olsa da, amma düşünürəm ki, insan fəaliyyəti daha faydalıdır. Həm faydalıdır, həm də düşünürəm o insanın qatdığı rəngi, o istiliyi, o əhatəliyi. Soyuqluq olmur da, bir istilik olur, bir münasibət olur, amma süni intellekt düzdür, dövrümüz üçün daha vacibdir. Bütün işlərimizi onunla həll edə bilirik. Sadəcə düşünürəm, yaradıcı olmaq daha insana daha çox ehtiyac var. Mane olmamalıdır yaradıcılığımıza. Çox gözəl. Günay xanım, görürəm, əl işləriniz çox rəngarəngdir. Əsl yay ab-havası hiss olunur. İstər rənglərdə, istər seçilən muncuqlarda, istər keyfiyyətdə, istərsə də bu qızılı detallarda. Ümumiyyətlə, xanımlar bir balaca bəzən görürsünüz, çətinlik çəkirlər. Çünki hər dəfə gördükcə yeni aksesuarlar alırlar. Elə xanımlar var, elə onlar rəflərdə qalır, onları istifadə eləmir. Amma var belə aramızda xanımlar ki, mütəmadi olaraq onları da dəyişirlər. Ümumiyyətlə, yay aksesuarları seçərkən bir xanım nəyə diqqət eləməlidir? Rəngə, materiala, təbiiliyinə, ağırlığına, çəkisinə. Buyurun, sizdən eşidək. Düşünürəm ki, yay üçün hər bir xanım özünün aksesuar seçəndə əsasən mövsümə uyğun olmalıdır. Daha çox da rəngarəng olmalıdır. Yəni, yaz-yay ayları elə bir şey mövsümdür ki, çiçəkli ab-hava, dəniz mövsümü sanki tələb edir ki, insan al-əlvan olsun. Yəni, monoton tonlardan, tünd tonlardan çıxmaq lazımdır. Daha çox düşünürəm, yay aylarında mirvarilərdən, sədəflərdən, firuzə, mərcan daşından daha çox istifadə olunur. Çünki dənizə daha yaxın daşlar onlardır. Dəniz mövsümdə də dənizə uyğun, dənizə yaxın daşlardan istifadə olunur. Siz belə düşünürsünüz. Bəs nəticə nəyi deyir? Nəticə ən çox bugünkü günün tələbi sədəf daşlardır, mərcan daşlardır. Bu cür sədəflərdən, mirvarilərdən ən çox bunlar kvarsdır, ay daşıdır. Daha da çox ağ tona, çəhrayı tona, xanımlar daşdan da önəm versələr də təbii daşın əsas tonlarına da önəm verirlər ki, yaza daha uyğun olsun. Bəs demək olarmı ki, sənətkarların hansı işi işləyəcəyini bugünkü tələbat müəyyənləşdirir? Əlbəttə ki, yəni dəb öndədir. İlk öncə dövrün zamanı ayaqlaşırıq. Xanımlar var ki, ağır daşları istifadə etmirlər. Ən çox onları payız fəslində, qış fəslində istifadə edilir. Daha çox yüngül daşlardan istifadə edirlər. Qalın geyimlərin üzərində sanki o ağırlıq daha gözəl görünür. Amma zərif işlərdə də isti olduğu üçün bəzən xanımlara o ağırlıq etməsin deyə, onlara narahatçılıq yaratmasın deyə düşünürəm ki, elə hədəfi düzgün seçmisiniz. O ki, qaldı burada olan aksesuarlara, gəlin bir balaca onlar haqqında da məlumat verək. Bu hansı daşlardır? Bu sədəf daşıdır. Sədəf daş deyil, sədəf mirvarinin çıxdığı qabıqdır və ondan hazırlanır, o qabdan hazırlanır, qabıqdan hazırlanan sədəfdir. Bu mirvaridir. Təbii mirvari. Okean mirvarisidir. Məsələn, bu xizalet daşıdır. Bunlar aqat daşlarıdır. Bu təbii rəngi belədir. Bəli, təbii öz rəngidir. Adətən daşlar bir tonda olmur. Çünki təbii daş, mən bugün gətirməmişəm efirə, məndə təbii daşlar var. Onlar bölünəndə də iç hissəsini də çalarları olur. Tünddən açığa doğru daha çox gedirlər. Elə düşünürəm ki, təbii daşın ən gözəl özelliyi yəni bir tonda olmaq mümkün deyil. Sədəf bir tonda ola bilər. Onun da hardasa bir parlaq hissəsi, mat hissəsi olur. Amma daşlarda mümkün deyil ki, onlar bir tonda olsun. Ümumiyyətlə düşünürəm ki, bu cür aksesuarları
seçəndə keyfiyyət məsələsi çox önəmlidir. Çünki bilirik ki, yayda xanımlar dəniz mövsümünə, yəni dəniz mövsümündə çimərliklərə gedirlər. İstər-istəməz insan bədənində istidən tərləyə də bilir. Daşların ətrafında olan o digər aksesuarlar, hansı ki, qızılı elementləri özündə əks etdirir. Onları necə qorumaq lazım? Ümumiyyətlə korlanır, yəni rəngini dəyişir bunlar. Əslində biz bunların hər birinin poladdan istifadə edirik. Amma hər ehtimala, yəni biz müştərilər deyirik, duzlu sudan və ətirdən mütləq qorumaq lazımdır. Onlarda qaralma ola bilər. Duzlu su adətən dəmiri, metalı zədələyir. Ona görə duzlu sudan qorumaq lazımdır. Amma əgər ki, xanımlar sırf duzlu suda istifadə etmək istəyirlərsə, ya gümüşdən hazırlanır onlar, ya qızıldan və yaxud da ki, üzərinə örtüklər vururuq. Yəni bu məqamı da nəzərə almışsınız. Bəli. Bəzi insanlarda var ki, onlar bu gözəl aksesuarları üzərində daşımaq istəyirlər, geyinmək istəyirlər, amma allergik reaksiyalardan qorxurlar. Var belə dərisi allergik olan insanlar, həssas dərli xanımlar. Onlara nə tövsiyə edirsiniz? Onlara biz ancaq gümüşdən, qızıldan istifadə etməyiz. Belə tonlar olanda da, yəni müştərilər bildirir ki, burada bizdə allergik reaksiya verə bilər. Biz onların üstün örtüklə örtürük və təmas etdikdə heç bir problem yaranmır. Yəni hər zaman çıxış yolu var. Əsas odur ki, siz istədiyiniz aksesuarı seçəsiniz. Günay xanım onu geyinməkdə sizə kömək eləyəcək. Günay xanım, o ki qaldı bugün səhər bizim studiyamızda hazırlayacağınız əl işinə. İstəyirəm ondan da danışaq. Əslində burada kifayət qədər rəngli daşlar, muncuqlar var. Amma Günay xanım qərar verdi ki, bugün hansı daşdan? Ay daşından istifadə edəcəyik. Ay daşı özü sakitlik, qadın daşı deyilir. Yunanlılar buna qadın daşı deyirlər, ay daşına. Yəni ruhən sakitliyi, hormonal balansı tarazlayır və ən çox Yunanlılar, Hindistanlılar düşünür ki, bu aydan gəlmiş, yerdə bərkimiş kristallardır. Yəni belə bir düşüncə var onlarda. Çox gözəl. Yəni hormonal balansı qoruyur, ruhən sakitlik, necə deyim, sırf xanımların ən çox seçə biləcəyi daşdır. Çox gözəl və digər aksesuarlardan da hazırda istifadə eləyirsiniz. Daha rəngli, daha gözəl olmağı üçün. Fərqlilik yaransın. Burada sitrin daşı var. O daha çox ruzu, bolluq, bərəkət daşıdır. Və eyni zamanda bu Yunanlarda, Hindistanlarda belə bir sitrin adı verildiyi üçün limon adlandırılır. Çox gözəl. Əziz dostlar, mən istəyirəm Günay xanım hazırda işinə davam etsin. Nəticə mənə çox maraqlıdır axırda necə olacaq. Mən əminəm ki, digər əl işləri kimi bu əl işi də gözəl olacaq və biz proqramımıza davam etdirək. Az sonra işin gedişatı ilə bağlı, nəticə ilə bağlı Günay xanımla yenidən söhbətimizə davam eləyəcəyik. Studiyamızda yay geyimlərimizi, qardirobumuzda olan o rəngarəng geyimləri tamamlayan aksesuarlardan danışırıq. Ümumiyyətlə, aksesuarlar necə seçilməlidir və getdiyimiz məkana uyğun olaraq da geyimimizi tamamlayan aksesuarların da seçimi çox önəmlidir. Bəzən hansısa bir obrazı yaradırıq, hansısa bir geyim aksesuarı əslində bizimlə bağlı hansısa bir informasiyanı verir. Yəni, insan danışmadan öncə onun birinci görüntüsü ilə qarşılayırlar. Əlbəttə ki, ilk öncə aksesuarı almadan öncə düşünürəm ki, o aksesuarı hazırlayan xanımın zövqü ilə maraqlanırlar. Yəni, necə bir əl işi var, necə bir aksesuar hazırlayır. Yəni, bugünkü dövründən ayaqlaşır, yoxsa yox. Mən elə öz səhifəmin də adını buna uyğun seçmişəm. Xanımlar daha yaxın olsun deyə şık aksesuar. Xanımlarımız hər zaman şık olsunlar. Adından artıq məlum olur ki, yəni istədiyi daşa uyğun, istədiyi dəvə uyğun, öz zövqünə və özünə yaraşan aksesuarı səhifəmizdən əldə edə bilərlər. Günay xanım, maraqlıdır, bu qədər sürətlə çalışırsınız. Yəni, bunun sirri nədədir? İşi çox sevirsiniz? Çox sevirəm və zövq alıram. Hər dəfə də hansısa bir xanım onu üzərində görəndə düşünürəm ki, mənim əl işim onun üzərindəsə, deməli o zövqünü oxşaya bilmişəm. Yəni, kiminsə həyatına bir toxunuş etmək zövqlüdür. Maraqlıdır. Bax, bugün studiyamıza gələndə, proqramımıza gələndə bunu hazırlayacağınıza dünəndən bilirdiniz, yoxsa burada qərar verdiniz? Mən yay mövsümünə aid aksesuarlar
gətirdiyim üçün düşündüm burada elə mövsümümüzə uyğun olan bir aksesuar hazırlasam daha yaxşı olar. Aha. Tətilə gedərkən xanımlar bəlkə də geyimlərdən daha çox aksesuarları özləri ilə götürürlər. Əslində seçimlər çoxdur. Zövqlər müxtəlif olduğu kimi seçimlər də müxtəlifdir. Amma Günay xanımın təqdim etdiyi kolleksiyada biz bu rəngarəngliyi görürük və izləyirik. İstəyirəm bu əl işi haqqında da danışaq. Həm formasından, həm rənglərindən görünür ki, bu da təbii daşlar. İki dənə fərqli bir işdir. Hər ikisi sitrin daşıdır. Sadəcə bu sitrin daşının dairə formasında olanlardır, digərləri qırıq formasında olanlardır. Sitrin daşı boluq, ruzu, bərəkət daşıdır və bu da aralıqlarda istifadə etdiyim daşlar isə hematit daşıdır. Onlar da təbii daşdır və eyni zamanda sağlamlığa çox faydalı daşdır. Təzyiqi normal saxlayır, stabil saxlayır. Bax, mən bunu demək istirdim ki, varmı belə insanlar hansı ki, sizə müraciət edirlər, məhz sağlamlıqla bağlı problemlərini həll etmək üçün məsləhətlər alıb, məsələ daşlardan hazırlanan aksesuarları daşımaq istəyənlər. Bu daş, hematit daşı həm qızıllı tonda olur, həm də gümüşü tonda olur. Onlar təzyiqi normal, stabil saxlayır. Ən çox təzyiqli xanımlar istəyirlər ən azından 1-2 ədəd arada istifadə etmək üçün ki, həm aksesuarı gözəl görünüş verir, həm də onların təzyiqləri normal saxlayır. Minnətdarıq. Biz bütün xanımlarımıza hər zaman gözəl və sağlam olmağı arzulayırıq. O ki, qaldı təbii daşlardan hazırlanan yay aksesuarlarına, bunların seçimində də diqqətli olmağımızı tövsiyə edirik. İnanıram ki, Günay xanımın məsləhətləri və tövsiyələri sizin üçün uyğun oldu. Günay xanım, təşəkkür edirik sizə. Sənətkar bölümündə sənətkar Günay xanım Qurbanova bizim qonağımız idi. Dostlar, təşəkkür